Önür saxla. Pişirən çoxdur, amma danışan yoxdur. Getdik. Sonra Masa arxasına. salam, hər vaxtınız xeyir. Masa arxası yenə efirdədir. Mən şef Elnur Eyvazov. Və mən Şef Rüstəm Namazlı. Bugünkü mövzumuz bardır və qonağımız bar menecer İsmailov Süleymandır. Süleyman, xoş gəlmisən verilişimizə. Çox sağ olun ki, dəvət elədiniz. Hamını salamlayıram. Digər səninlə elə bizim bir həmişə startımız var, mövzunun təməli. Barmen kimdir? Barmen ümumiyyətcə belə deyək də, restoranda bara cavabdeh bir adamdır. Hansı ki, belə slow desək ki, barda işləyən bir adamdır. Bəs bar bizdə məsələn restoranda şef-povur var, administrator var. Bəs barda Barda olur adətən bar menecer. onun öhdəlikləri nələrdir? Onun öhdələri ondan ibarətdir ki, bu vəzifəli şəxs barın menyusuna baxır, barın kontrol edir, ümumiyyətcə bütün sayımlara baxır, bütün qiymətləri çıxardır, biz ona cost deyirik və sairə bütün menecment işlərini təmin edir, belə deyək. Aydındır. Barista yoxsa barmen? Yəni barista kimdir, barmen kimdir? Barista və barmen. Barista hamı bildiyimiz kimi kofe ilə işləyən bir barmendir, belə deyək də. Daha çox alkoqolsuz, spirtsiz içkilərlə işləyən bir barmendir, belə deyək. Şəxsən mənim üçün daha yaxşısı barmendir əlbəttə ki, çünki daha inkişaf eləməyə daha çox yolları olan bir Daha sahədir. şaxəli sahədir. Bəli, bəli. Və ümumiyyətcə barista mənim üçün şəxsən bir necə deyim sizə, daha az məsuliyyət götürmək istəyən bir insandır öz üzərinə. Yəni bəzi balaca bir sahə ilə bəstələnən bir adamdır. Amma bizdə Second Cup kimi böyük şəbəkələr var, hansı ki orada da baristalar var ki, böyük bir sistemə, böyük bir şəbəkəyə rəhbərlər adamlar. Yəni yenə dediyim kimi mənim şəxsi fikrimdir. Barmen olan şəxs, yəni tam barmen deyə biləcəyimiz bir adam, любой baristanın elədiyini eləyir zaten. Yəni bundan sən tələb eləsən baristanın verdiyi bu kofeni bu verəcək. Любой yerdə işləyəcək, aparatla da işləyir, kofe aparatla, kofe ilə də işləyir və bütün məşhur kofe çeşidlərindən də yəni xəbəri var. Second Cup kimi kafeyniya üslubunda işləyən belə deyək də məkanlar olar, ümumiyyətcə belə deyim də başqa bir şey eləmirlər onsuz da. Sən restoranda verdiyin kofeni o da verir. Sadəcə bu sırf kofe verir. Bəs barmen çay sata bilər? Yəni çay nə Bizdə dərəcədə düzgündür, yəni problem barda? var ki, barın içinə çayxananı salırlar, barmenlər həm kofe, həm kokteyl, həm çay, hər şey verirlər. Hamını narahat edən bir sualdır bu ümumiyyətcə. Əslində konseptə uyğun olmalıdır. Yəni barmen, yəni heç bir şeydə mən heç bir sahədə barda olduğu kimi görmürəm ki, qayda qanun var. Yəni sırf bu belə olmalıdır. Konseptə uyğun. Restoran özündən nə təmsil eləyir? Daha çox çay satırsa, əlbəttə ki, içkiyə baxan barmendirsə, onu barmen düzəldib verməlidir. Niyə bir çayçı bəlkə? Əgər restoranda bar da yaxşı işləyir, çay da dayanmır. Yəni eyni qaydada da, даже elə restoranlar var, məsəl üçün bizim 145 çayımız, burada daha çox çay gedir. Nəinki kokteyl satılır. Bizdə ayrıdır. Burada уже ayrıca adam bir lazımdır ki, çox yük düşməsin barmenin üzərinə. Yəni orada da bir dənə acele çayçı qoyurlar və o çayını verir. Abarota baxır yenə də daha çox çay satılırsa, yenə orada уже çayçı adelini qoyulur. Əgər yox, orada 50-50-dir və yaxud çay arada bir istəyirlərsə, onu barmen verə bilər də yəqin. Ölkəmizdə bar mədəniyyəti nə qədər inkişaf edib? Çünki mən xarici kinolarda falan baxsam, barmen daha çox qonaqla ünsiyyətdə olan bir şəxsdir. Daha çox dialoq quran, daha çox kontakta girən. Və kinolarda məsəl kimi saxlanır ya 100% barmenden soruşur. Filan kəsi tanıyırsan, yəni o səhnələr var. Ona görə bar sahəsi ümumiyyətcə bizdə nə dərəcədə inkişaf eləyirsə, o dərəcədə də deqradasiya olunur. Burada yəni hər bir dünyada olduğu kimi, yəni bütün dünya da o cürədir. Nə qədər çox inkişaf elədikcə o qədər də dibə gedir. Bu hər dəfə belə gedir də. Yəni nə yuxarı, nə aşağı söhbəti yoxdur. Yəni elə kateqoriya insanlar var ki, həmişə yuxarı gedir. Onlar özlərinə məqsəd qoyublar, onlar hər şeyi öyrənirlər, onlar tez götürürlər və gedirlər qabağa həmişə. Və insanlar var ki, hansı ki, səhv başa düşür, səhv öyrənir və təzə bir informasiya götürmək istəmirlər deyən deqradasiya eləyirlər hər dəfə, yəni aşağı gedirlər. Bunlar hamısı paralel olan bir şeydir.
Bəzi insanlar elə bil ki, aşağı gedir bu dəqiqə, bəziləri yuxarı gedir. Sizə bir sual da verim. Yəni günümüzdə olan barmen maaşları sizin ürəyinizdədir yoxsa yox? Əslində yox, amma ki, bazar elədir ki, yəni ona müdaxilə eləmək çox çətindir. Ki, gedək biz özümüzə qiymət deyək, qiymətləri birlik olsa, başqa bir Avropa ölkələrində kimi məsəl üçün nəsə dəyişmək məncə olar. Amma ki, Azərbaycanda birlik yoxdur deyən, sırf bardan danışırıqsa, ona görə mən inanmıram ki, burada barmenlər nəsə dəyişə bilsinlər özləri və nəsə müdaxilə eləsinlər. Siz öz həmkarlarınızı günahlandırırsınız buna görə? Yəni məsələn adam kofe düzəldir və yaxud çay satır hardasa, yəni adını qoyur mən barmenəm. Aha. Yəni bu nə dərəcədə düzgündür? Yəni o barmen ola bilər, yoxsa barmendir? Belə deyim də mən çalışıram o elə insanlar haqqında çox fikir eləməyim və ümumiyyətlə elə şeylərdən öz başımı doldurmayım. Çünki hər cür insan olur, biz bilirik, hərəsi bir cür yaşamaq istəyir və yaşayır. Yəni hamını mən bir-bir oturum fikirləşim ki, bu düz eləyir, bu səhv eləyir, özümə vaxt qalmayacaq. Ona görə çalışıram ki, heç kimə fikir verməyim, öz işimi görüm, belə deyim. Bizdə aşpazlarda indi peşə məktəbləri var, bir də kurslar var. İnsanları deyirlər ki, biz sizi müəyyən bir vaxt içində barmen eləyəcəyik. Onlar götürürlər, mətbəxdə belədir. Bir menyu yazırlar uşaqlara, aşpazlara, aşpaz eləyəcəyi şəxslərə. Bu menyu içərisində müəyyən, deyək ki, 30 dənə yemək öyrədirlər və deyirlər ki, sən rəvsyo, aşpazsan, get. O get dediyi şəxs də çıxır cəmiyyət içinə, gəlir restoranlara, görür ki, bunu öyrədilən tamam başqa şeydir. Verilən restoranlarda başqa şeydir və atmosfer tamamilə fərqlidir. Və bizdə problem budur ki, bu şəxslər çoxaldıqca bazarın dəyəri düşür. Və sizdə necədir? Var belə şeylər? Belə deyim də, Rüstəm, bax, barı öyrətmək, ya da ümumiyyətlə barmen olmaq, belə deyək də, yenə də o bir dənə məsələ var, deyir, qarışqadan böyük fil var. Nə qədər yaxşı barmen olsan da, ondan da yaxşı ola bilərsən. Yəni o kimsə gəlib səni deyək ki, bir bazanı öyrədir hansısa bir məktəbdə, belə lap sən dediyin kimi nümunədə. O baza, o necə deyim də, o bazanı biləndən sonra sən hələ yolun indi başlayır. Sadəcə elə bil ki, taksi sürücüsən, maşın sürə bilmirsən. Yəni maşın sürə bilməlisən ki, maşını oturub taksivatlıq eləyəsən. Amma sonra isə öyrənirsən daha rahat yolları və s. də. Yəni bizdə də barda da həmçinin. Sənin o kokteyl düzəltmək bacarığın bu sənin abizalovka bir deyək ki, bir bilməli olduğun məcbur bir belə deyim də bir biliklərdir. Amma onu biləndən sonra sən başlayırsan inkişaf eləməyə. Bunu sən praktikada eləyə-eləyə, bu qonaqlarla ünsiyyətə girə-girə başlayırsan, sənə başqa da lazım olan bir xüsusiyyətlər lazım olur. Məsələn, sənin səbrin, məsələn, sənin belə deyək də, insanları tez tanımağın, bir damcı psixologiya lazımdır burada. Bunların hamısını yavaş-yavaş öyrənirsə, ünsiyyətə keçdikcə, praktika elədikcə sən öyrənirsən və daha rahat özünü hiss edirsən barda və daha rahat özünü hiss edirsən ümumiyyətlə hər yerdə, belə deyək də. Çünki psixologiyanı başlayırsan öyrənməyə. İnsanı tez qiymətləndirmək, insan nə istədiyini tez vermək, yəni bunların hamısı təcrübədən asılıdır. Amma o 30 dənə dediyin o yemək, 30 dənə o dediyin kokteyl, bizdə deyək ki, klassik kokteyllər var da, 70+ klassik kokteyllər var. Hansı ki, hər barmen bilməlidir. Onu da heç tam öyrədə bilmir o məktəblər ki, mən deyim ki, bunların bazası var, bunların üzərində işləmək olar. Təməli bilir, nəsə işləmək olar. Təməli də səhv qurulur ümumiyyətlə insanların bu bara gəlmək istəyən təzə bu pokoleniyanın, belə deyim. Ona görə çox şeydə elə əyri bitə gedir. Barmen imtahanı olacaq heç hansıdır. Hansı ki, bu, yəni barmen bunu verə bilirsə, bu okeydir. Əslində o ən sadə içkilərdir. Yəni belə deyək də, turş hissə, şirin hissə və alkoqol hissədən ibarət 2-3 belə deyək də inqridiyentdən hazırlanan bir şeylərdir. Nəyə görə ən sadəni deyirəm? Çünki belə deyək də, təzə bir işçi gəlir, sən ona sadə bir tapşırıq verirsən ki, bəs bir dənə məsəl üçün daikiri hazırla. Dünyada klassikada olan bir kokteyl. Orada sadəcə romdur, sadəcə lime şirəsidir və şəkər siropudur. Yəni 3 inqridiyentdən. Sən onu əlinə shaker götürəndə o kokteyli düzəltmək prosesinə baxdıqdan və o kokteylin dadına baxdıqca tam başa düşə bilirsən ki, qabağındakı nə dərəcədə təcrübəlidir. Yəni o kokteyl dadına baxanda sən o balansını tutursan,
bu tam o turş eləyirmi bunu, çox şirinmi eləyirmi, çox alkoqollu eləyirmi, alkoqolun dadı nə dərəcədə orada hiss olunur. Buradan başa düşürsən bunun əlinin duzunu, belə deyək. O shakeri də götürüb ümumiyyətlə o prosesə baxanda da sən başa düşürsən ki, neçə dəfə ümumiyyətlə bu shaker əlində olub. Ona görə o tam rahat başa düşürsən ki, ən sadə bir tapşırıqdan ki, bu nədir barmen. Çətin tapşırıq versən, əlbəttə ki, onun 90% sənə cavab verə bilməyəcək. Düzgün şəkildə sənə o göstərə bilməyəcək, o kokteyli düzəldə bilməyəcək. Lap yüngüldə nədir? Viski demişsiniz versin. Onu da deyə bilməyənlər var ki, viskini normal bacarmırlar. Barmen masaya xidmət etməlidirmi? Barmen masaya xidmət etməlidirmi? Bu sual ümumiyyətlə məncə cavabı birli deyil də, belə deyək də. Bu konseptə uyğun bir sualdır da. Yəni hansısa kokteylni bardırsa, məncə mənim fikrimcə ümumiyyətlə orada heç ofisiant olmamalıdır. Yəni barmen özü çıxıb sifarişini götürüb, gedib düzəldib, gətirib təqdim etməlidir qonağa. Çünki konsepti kokteylni bardır. Yəni onu barmenden yaxşı heç kim ötürə bilməyəcək. O vibe-ı, o nələ deyək, informasiyanı qonağa. Amma əgər o fine dining başqa cür restoranda orada ofisiantları var, öyrədilmiş ofisiantlar varsa, yəni menunu bilirlər, tərkibləri bilirlər nəyə kimə necə təklif eləmək olursa, əlbəttə ki, orada heç ehtiyac yoxdur barmenin çölə çıxmaq. Və sizcə standartlarda var bu, yoxsa prosta bu sizin fikirlərinizdir? Ümumiyyətlə standart deyilən bir şey restoranda yoxdur. Onu yəni fikirləşiblər, yenə deyirəm. Bax, təzə adam gəlir, ağ vərəqdir. Buna müəyyən standartlar deyirlər ki, heç olmasa bu bunu bilsin, eləsin. Amma belə standart deyilən bir şey yoxdur restoranda. Mənim fikrimcə. Sırf yəni o standartlar elə bir şeydir ki, yəni sən o standartdan daha yaxşı bir fikir bildirsən, standartlar avtomatik dəyişir, sabahçı olur standart sən dediyin. Yəni bunu da yəqin hər bir sahədə hiss edirsiniz. Bir də barmenlərdə qab yuma prosesi var. O yenə də elə bir sualdır ki, sahənin inkişafsızlığıdır, da aşağı getməkdir. Yəni hansısa bir restoran inkişaf eləməyibsə, əlbəttə o deyə bilər ki, barmen qabını da yumalıdır, barmen nə bilim daha gəlib ayaq yolunu da təmizləməlidir. O belə deyirlər də balıq başdan iyləndiyi kimi, yəni o restoranın investorundan, idarə etməsindən asılıdır. Məncə bu şeydən gəlib, əvvəl çayçılar öz stəkanlarını yuyurdu. Yəni belə bir tarixi mədəniyyət var da bizim, yəni öyrəşdiyimiz bir şablon var da, yəni çayçı stəkanını yumalıdır. Bəlkə də bu buradan gəlib. Yox, sadəcə yenə deyirəm, dünya görüşündən, idarə etmənin dünya görüşündən asılı olan bir şeydir bu. Bu adam öz işini rahatlaşdırmaq üçün bəzi işçilərin sayını azaldıb, o yükü atır barmenin, ofisiantın və s. digər departamentlərin üstünə. Barda olan problemlər hansılardır? Barda olan problemlər, ümumiyyətlə yenə deyirəm, idarə etmədən asılıdır hamısı. O problem idarə etmədə də ola bilər, problem barmendə də ola bilər, problem любой bir strukturda da ola bilər, любой avadanlıqda da ola bilər. O, yəni yenə də hamısı asılı olan bir məsələlərdir, belə deyək də. Yəni hardasa bir problem var, hardasa başqa problem var da, belə deyim sizə. Məsələn, sizin qarşılaşdığınız və bəyənmədiyiniz problemlər hansılardır? Mənim qarşılaşdığım problemlər. Mənim qarşılaşdığım problemlər в основном belə deyim də, idarəetmə heyəti ilə olan problemlərdir. Yenə bu əvvəlcə danışdığımız kimi, kimsə deyir ki, qab barda yuyulmalıdır, o mənim üçün problem yaradır. Mən ya o problemi həll eləyirəm, ya da ki, o işi davam eləmirəm. Bəzi elə insanlarla belə deyək. Başqa, yəni absurd bir təkliflər olanda və o təkliflərin üstündə dayananda mənim üçün problem yaranır, belə deyim. Yəni düzgün şəkildə məndən belə deyim də, düzgün tələb olunanda heç bir problem olmur barda. Amma səhv tələblər olanda əlbəttə ki, problem yaranır. Bir dənə belə bir nüans bilirlər. İndi biz mətbəxdəyik. Mətbəxdə yemək bizim əlimizdədir, yəni. Düz aşpazlar yemirlər, amma hamı elə bir ki, karikaturamız da var ki, aşpaz kök, dayday, bığlı falan. Biz elə deyilik də, yəni gördüyünüz kimi arıq uşaqları yemirik çünki. Biraz yedana gəlir. Barda necədir Burat? İçirsiniz barda? Barda içirlərmi? Qətiyyən. Çox maraqlı sualdır. Kimsə içir, kimsə içmir. Belə deyə bilərəm əslində. O da yenə nəzarətdən asılı. Necə onu idarə edirlər o insanı. Misal üçün siz bar menejersiniz, işçiləriniz
bizdə məsələn aşpazların bir duruşu var da, uniforması var, bir standartı var. Bar biraz standartdan kənar bir yer kimi mən görürəm, çünki oranı daha relaks görürəm də. Siz bar menecersiniz. Gəlirsiniz, işçilərimiz içir, amma işləyir. Onun sizə nə kimi problem, onu problem kimi ümumiyyətlə görürsüz özünüz? Əlbəttə görünür. O ya, əslində heç balaca da bir problem deyil. Bu böyük bir problemdir barmenlər içməyə başlayanda barda. Yəni nə qədəm də biz desək ki, bu insan özünü idarə edir, yox. Yalan söhbət. Kənardan görünmə var. Kənardan görsənir, o işin belə deyək də keyfiyyəti ölür avtomatik. Ona görə mən onun qarşısındayım həmişə. Nə tədbir görürsünüz? Mən belə deyim də, insanın iki gözü var. Bir gözünüzü qaçırtdınız kimsə getdi bir 50. Yəni içkili insanı başa düşmək asandır da, belə deyim. Yəni sizin üçün? Yəni yaxınlaşdın insana bir kəlmə söz soruşdun, o cavabından sən o başa düşürsən ki, bu içkilidir ya yox da. Yəni bu rahat bir. Sizə bir sual da vermək istəyirəm. Mətbəxdə forma var da, uniforma var, ofisiantda var. Bəs barda necə? Yəni forma var. Yəni bəzi restoranlarda barmenlər yəni istədiyi köynəkdə işləyirlər. Yəni futbolkada işləyirlər. Yəni sizdə bir forma var ümumiyyətlə. Standart. Yəni barda bir forma Belə var, olmalıdır. Barmen restoranın bir zalda, yəni qonağın içində olan bir belə deyək də işçisidir, təmsilçisidir. Bəli, ona görə bu konseptə uyğun da yəqin geyinməlidir, belə deyək də. Düzdür, indi rahatçılığı da olmalıdır bunun ki, bu hərəkətdədir həmişə, həmişə iş görür. Bu dar geyinə bilməz, sintetik geyinə bilməz və s. Amma yenə də rəng fərqlənməlidir, yəni ofisiantlardan başqa işçilər. işçilər. Qapqara rəngdədirsə, barmen ağappaqdırsa, o biraz nəsə seçilmə olur. Ona görə biraz konseptə uyğun məncə forma olması düzgündür. Bizdə məsələn mətbəxdə qab sıxıntısı yaşayırıq. Yəni hansı ki, qab sıxıntısı nədən yaşayırıq? O vizual istədiyimiz, gözümüzdə canlandırdığımız qabları tapmaqda biraz çətinlik çəkirik. Bəs barda da mən əminəm ki, barda mən izləyirəm bəzi barmenləri, xariciləri, inanılmaz fərqli sunum üçün stəkanlar, bakallar çox fərqlidir. Azərbaycanda bunu siz nə dərəcədə rahat tapa bilirsinizmi? Azərbaycanda bu böyük bir problem deyil, amma problemdir əslində. Yəni əvvəlləri bir 5 il bundan qabaq ümumiyyətlə çox böyük bir problem idi. Qab tapmaq olmurdu, hamı gətizdirirdi. Qəşəng bu qabları, bakalları xaricdən gətirirdilər. İndi açılıb mağazalar, bəzi mağazalar Newt kimi məsəl üçün o hansı ki rəsmi distributordur burada və bütün o xaricdən aldığın o bakalları verir də sən, yəni oradan gəlib ala bilərsən normal qiymətə. Bəzi başqa şirkətlər də yaranıb, hansı ki avtomatik sifariş edirsən, o sənə tez bir qısa zamanda gətizdirir xaricdən. Yəni logistikası var. Amma ki tam belə dedim mən hardan istəsəm alım söhbəti biraz çətindir də, yəni yoxdur elə bir şey. Yəni yenə də dirənir hardasa 2-3 dənə belə deyim də yerə də bazara, mağazinə hansı ki oradan ala bilərsən sən o bakalı. Yəni çox seçə bilmərsən də. Qiyməti çox müqayisə edə bilmərsən də. Məsəl üçün produkt kimi də, məsəl üçün 1000 dənə yerdə var da bu. Sən qiymətə baxsan ən ucuzunu ya da ən keyfiyyətlisini seçirsən də keyfiyyət fərqi ilə. Amma bakalda yox, sənin orada 3-4 dənə cəmi yerin var alacaq. Mətbəxdə biz menyu yazırıq. Bizim mübarizəmiz var, məsəl üçün şeflərin bir çoxunun hamısını deməyək. Biraz standartdır bizim restoran menyuları. Yemək üçün gedirsən, total 30 dənə yeməyimiz var. 100 restoranın 90-ı bu 30 totalı tətbiq edir. Barda da Azərbaycanda yəni şahid olduğum yerlər var ki, hansı ki müəyyən bir klassika var. Amma mənim dediyim bu klassika bar klassikası deyil, Azərbaycan klassikası. Hansı ki, yəni eyni kokteyllərdir, eyni dadlardır. Nə eşidiblər, onu da salıblar menyuya söhbəti də belə deyək. Siz bar menecer olaraq bunu dəyişməyi təklif edəndə adamlar buna gedir, yoxsa deyir, yox da Long Island olsun, Seksonca bis olsun. Biz hər şeyi belə deyək də prob eləmişik. Bəzi məsəl üçün yeniliklər dediyimiz bu kokteyllər, bəzi məhsullar, içkilər hansı ki biz yeni bir şey bazara gətirmək istəyirik. Çox çətin oturur bazara, çox çətin. Yəni elə hallar olur ki, heç otura bilmir. Yəni başa düşülmür. Belə deyim də, restoran və ümumiyyətcə любой bir maraq göstərən bir şey bu Bakıda, Azərbaycanda hər şey mentalitetə bağlıdır. Yəni nəyə görə bizdə milli mətbəx daha çox işləyir və daha çox qazanır? Yəni milli mətbəxlərin 90% qazancda işləyir. Sən Avropa mətbəxi açırsan, nə bilim Michelin ulduzu almaq üçün bir dənə restoran açırsan, orada sən görürsən ki, qonaq yoxdur.
ya da 1 ay, 2 ay gəlir, o reklamına görə, şəkil çəkməyinə görə, belə deyək də, marketinqinə görə gəlir, 1-2 ay işləyir bu restoran, sonra heç kimə maraqlı deyil bu. Çünki bu belə deyək də, bax bizim millət öyrəşib və konkret bu yeməklərə, milli yeməklərə. Bu ilə doyur, bu buna belə deyək də ləzzət eləyir. Bu getsin xarici mətbəxin yeməyinin dadına baxsa, o bir dəfə baxacaq, deyəcək, hə mən bunu uje daddım. Amma bu daimi bunu istəmir. Bunun ürəyi daimi o uşaqlıqdan yediyi yeməyə DNK-sında olan şeylər. DNK-sında olan istəyir, ISO. Və ona görə təzə bir şeyi oturtmaq bazara çox çətindir. Yəni təzə bir bu bizim necə olan bir şeydir. Yəni sən aç Avropa mətbəxi və turistləri yığa bilərsənsə ona uyğun, sən onu işlədə bilərsən yaxşı. Əgər yox, sən gözləyirsən ki, milli də bizim millət, bizim cəmaət orada dadanacaq və gələcək, yox. O elə bir şey biraz absurd. Milli mətbəximiz var. Barda milli nəsə var mı? Azərbaycanı təmsil edən bir içki mi deyək, bir nəsə də, hər hansısa bir detal, hər hansısa bir şey bizə xas. Belə deyək də, bizim milli barda heç nəyimiz demək olar yoxdur. Mən yəni heç də görməmişəm, belə deyim. Öz belə təcrübəmdən deyim də, yəni mən görməmişəm milli nəsə biz eləyək. Eləməyə səncə nə çatmır? Belə deyək, produksiya işidir və yaxud mentalitetdən deyirsən, mentalitet. Bizim hansısa bir məhsuldan kokteyl düzəltmişik, eləmişik. Amma bunu sırf milli adı ilə verməyib heç kim. Yəni sırf bu Azərbaycan məhsuludur deyən biz bundan kokteyl düzəltmişik. Bu söhbəti mən eşitməmişəm. Olsun ya da öz sözümdə eləməmişəm, belə deyim. Millilərdə də işləmişik, orada menü yazmışıq. Məsəl üçün milli dada uyğun, amma bunu belə bir deyim də patent eləyib patentləşdirməmişik də belə deyək də. Yəni qalıb eləmişik də belə deyək. Heç kim üstünə düşməyib ki, bunu səs soraq salsın bu üstünə. Bunu konkret kitablaşdırsın. Hə, ayso. Süleyman, biz sənə təşəkkürlərimizi bildiririk. Gəldin, bu gecə bizim hər mənada zövqümüzü oxşadın. Sənə təşəkkürlərimizi bildiririk. Çox sağ ol. Var ol sənin işlərində. Belə restoranlardan danışmışkən istəyirəm sizə bizim sponsorumuz Globus haqqında qısa bir məlumat verim. Globus kafe və restoran biznesləri üçün nəzərdə tutulmuş bulud əsaslı POS sistemidir. Hazırda ölkəmizdəki 1600-dən çox restoran və kafe rahatlığına görə Globusdan istifadə edir. Yalnız bizim ölkəmizdə deyil, Özbəkistan və Türkiyədə kifayət qədər aktiv müştəriləri mövcuddur. Sifarişləri izləməkdən tutmuş, ambar və maliyyəni idarə etməyə qədər bütün lazım funksiyalallıqları Globusda tapa bilərsiniz. Son olaraq da onu demək istəyirəm ki, bizim izləyicilərimizdən Globusa qoşulmaq istəyən hər kəs bizim adımızdan gedərsə 10% endirim qazanacaq. Sağ olun, təşəkkürlər. Siz masa arxasına baxdınız. Növbəti verilişlərdə görüşəndək. Sağ olun.